Hər vaxtınız xeyir, hörmətli əməkdaşlar. Hər birinizi salamlayıram. Mən Cəfərli Turanə, ixtisasca biokimyaçı, həm dietoloq, nutrisioloq kimi də fəaliyyət göstərirəm. Sabirəm Wellness-də təlimçi və ekspert kimi çalışıram. Bildiyimiz kimi bizim hər həftə təlimlərimiz olur və bu təlimlərdə biz məhsulların analiz edirik. Onları biz hansı proseslərdə istifadə etmək qaydalarını öyrənirik. Bugünkü təlimimiz də adından da gördüyümüz kimi çay terapiyasıdır. Çünki bu mövzunu seçməkdə məqsədim ondan ibarətdir ki, məqsədim deyildi. Əslində bilirsiniz ki, mənim iş fəaliyyətimin digər bir qolu da qida mütəxəssisliyəm və insanlara daha çox menyu tərtib edərkən və yaxud da şirkətdə çalışarkən biz çaylardan həddindən artıq çox istifadə edirəm. Yəni çay terapiyası həm mənim professional iş həyatımda, həm şəxsi həyatımda çox əsasən mühüm yer tutur və baxdım ki, Sabira Wellness-də yetərincə, hətta bir neçəsində özüm də istifadə edirəm. Yetərincə məhsullar var ki, hansı ki, bu haqda da təlim verim və ən əsası da odur ki, siz toplum insanlarla işlədiyiniz üçün və bu terapiyanın insan bədəninə necə bir emosional tarazlıq yaratdığını hər birini inşallah bu təlimdə öyrənəcəksiniz və məndən aldığımız bu informasiyaları, yeni bilgiləri və inanıram ki, hər biriniz öz iş həyatınızda istifadə edə biləcəksiniz. Ə, Mən demək ilk olaraq çay mədəniyyəti və insan sağlamlığı haqqında danışaq. Demək çay insanın həm emosional, həm də fiziki rahatlaması üçün bir qədimlərdən gələn bir içkidir ki, hansı ki bir fincan çayın içində qəbul etdiyimiz bəzi aktiv maddələr var ki, hansı ki bunlar antioksidantlardır, minerallardır, bitki ekstratlarıdır. Ən önəmli bizə sakitlik bəxş edən ekstratlardır. Sabira Wellness-in çayları da həmin bu mədəniyyəti ümumiyyətlə Sibir botanikaları və müasir fitoterapiyanı bir yerdə birləşdirir. Yəni, hal-hazırda bizim devirdə yaşadığımız bir müasir həyatla və bu Sibirin özün botanikası bir yerdə, yəni sinerji olaraq bizim həyatımızda əks etdirilir. Niyə biz çay içməliyik? Bəzən məsəl üçün elə insanlar tanıyıram ki, ümumiyyətlə çay içməyi sevmirlər və ə, insanlara tövsiyə edirəm ki, məsəl üçün çay içilməlidir. Yəni əlbəttə ki, burada çaylar hər biri ayrılıq olaraq hər biri ayrılır. İndi onu irəliləyən dəqiqələrdə hər birinizə məlumat verəcəm. Və sual olaraq, yəni burada çay içməliyik, həm bitki çaylarından, həm kofein tərkibli çaylardan söhbət gedir. İlk olaraq çaylar bizim maye balansımızı qoruyur. Yəni bizim bədənimizdə ümumiyyətlə maye balansı var ki, bilirik ki, bədənimizin 60% mayədən ibarətdir. Bu maye balansını qorumaq üçün əlbəttə ki, biz maye qəbul etməliyik. Çünki maye balansı pozulanda bir çox proses olaraq bədənimizdə funksiyalar fəaliyyətini itirir. Və maye balansını pozan faktorlar da var ki, hansı ki, indi hal-hazırda insanların toplumun belə nəzər yetirsə, statistikaya baxsaq, demək olar ki, 10 insandan 6-sı, 7-si insulin rezistentliyindən əziyyət çəkir. Bir insanın əgər qan şəkəri yüksəkdirsə, əlbəttə ki, burada maye balansı itəcəkdir. Fiziki aktivliyi çoxdursa, maye balansı itəcəkdir. Ümumi heç bilmir ki, bunun bədəndə maye balansı lazımdır, lazımdır. Hətta belə deyim, içilən bizim qida əlavələrimiz var, vitamin, minerallarımız var ki, hansı ki, bunlar belə bu maye balansının sayəsində bizim hüceyrələrimizə çatır. Və ən önəmli, maye balansı pozulanda nə baş verir? Dəri quruyur, dəri qocalır və hansı ki, burada da ən önəmli faktordur. Çay içməliyik, çünki çay ümumiyyətlə kofein əzələ sinir sisteminin tonusunu çox dəstəklədiyi üçün bizə çox yaxşı əhval-ruhiyyə, bizim beynimizdə olan adenyazin adlı hormonu blokladığı üçün məsəl üçün biz çay içməliyik. Ən önəmli antioksidantlarla zəngin olan çaylar var ki, hansı ki bunlar bizim hüceyrələrimizi qoruyur.
Stres hormonlarımızı tənzimlədiyi üçün biz gündəlik çaylardan istifadə etməliyik. Yəni insan bədəni tək sudan deyil, çaylardan belə mayeni ala bilir. E, Mən burada yəni bilirəm ki, ağlınızda belə bir sual yarandı ki, məsəl üçün su, çay, maye əslində yəni bizim bədənimizə su da lazımdır. Lakin maye burada sırf bitki tərkibli çaylardan söhbət gedir ki, insanlar bəzən olur ki, yəni mən çay içmirəm, sadəcə su içirəm, yəni mənim yetərlidir, amma biz bilmirik ki, bizim bədənimizdə 60 faizdən artıq su təşkil elədiyi üçün biz bitki çaylarından da mayeni almalıyıq. Hətta biz mayeni belə tərəvəzlərdən, digər qidalardan belə alırıq, lakin onların tərkibində çox azdır. Yəni ona görə su balansını, maye balansını burada səhv salmamanızı xahiş edirəm. Əlbəttə ki, çaylar iki hissəyə bölünür və bilirəm ki, hər birinizin ağlında olan əsas proses, əsas məqam burasıdır ki, kofeinli və kofeinsiz çaylar. Əslində kofein bizim üçün çox önəmlidir, düzdür, lakin bunun miqdarı önəmlidir ki, biz günə neçə milliqram kofein qəbul etməliyik. Gündəlik dozanı əgər maraqlı olsa, məsəl üçün qeyd eləmək istəsəz, 300 milliqrama qədər kofein normadır. Lakin kofein içməmək də, məsələn, son araşdırmalar, yəni kofeinin üzərində o qədər qurulubdur ki, bilirsiniz ki, beyinlə bağlı xəstəliklər çoxalıbdır hal-hazırdakı indiki devirdə, hansı ki, Parkinsondur, Alzheimerdir. Məhz kofeinin normal bədənə daxil olmasa, həmin xəstəliklərin qarşı alma riskini azaldır. Lakin burada yenə deyirəm, kofeinin miqdarı çox önəmlidir. Gündəlik biz 300 milliqrama, yəni 200-300 milliqram arasında mütləq kofeinli içkilərdən istifadə etməliyik. Digər bitki çayları isə kofeinsizdir. Ümumiyyətlə burada şəkildə də qoymuşam. Maraqlı olsa da buradan baxa bilərsiniz. Bitki çaylarında herbal telərdə demək olar ki, kofein yoxdur, 0 dərəcəsindədir. Bu definite tea bu ümumiyyətlə fermentləşməmiş adi qara çayın yəni kamelya çayının özüdür deyə. Yəni burada da çox az olur. Bu ümumiyyətlə belə sadə satılmır, digər bitkilərlə qarışıq vəziyyətdə çalınır. Və ən önəmli yaşıl çaydır. Yaşıl çayda kofein var, bitki olsa da, lakin çox azdır. 25-50 milliqramdır. Qara çayda 30-60 milliqramdır və adi, yəni amerikanodur, sadə kofedir. Bunda 100-170 qram. Əlbəttə ki, espresso kofedə isə burada daha çoxdur. 240-720 milliqrama qədər artıq. Ona görə mütləq kofein miqdarına içərkən gündəlik həyat tərzinizdə mütləq buna fikir verməliyik. Və yaşıl və qara çay kofeinli çaylar salınır. Çünki onlar kamelya eyni bitkidən alınır. Lakin fərqləri ondan ibarətdir ki, yəni eyni bitkidən alınır. Yaşıl çayda fermentləşməyibdir, qara çay fermentləşibdir. Yaşıl çayın toksinləri atmağa bizə kömək edir, qara çay isə bizim beyin enerjimizi stimullaşdırmağa kömək edir. Qara çayda da, yaşıl çayda da ikisində də antioksidant var, lakin yaşıl çayda 5 qat ondan daha çoxdur. Yəni fərqini bilmək istəyirsə, yəni fərqləri bundan ibarətdir. Bir də yaşıl çayın əsas hədəflədiyi belə deyim, proses, mexanizm maddələr mübadiləsini sürətləndirməkdir. Və maddələr mübadiləsi əlbəttə ki, burada sürətləndirə də yenə yağ yandırma aktivləşir. Hə, bir də qara çayın özəlliyi, mən qara çayı çox sevirəm və inanıram ki, aralarınızda da sevən çoxdur. Qara çayın mənfi cəhətlərini də deyəcəm sizə ki, nə etməliyik ki, qara çay çox içilməməlidir. Qara çay demək olar ki, bizim qan dövranımızı çox aktivləşdirir. Əgər biz çox yorğun olduqsa da, həddən artıq baxırıq ki, qan axınımız biraz ləngiyibsə də, ümumiyyətlə qan axınını çox aktivləşdirir üçün və qara çay da içilməlidir. Bitki çaylarına gəldikdə isə bunlarda kofein yoxdur. Yəni bitki çaylarında kofeinsiz çaylar hesab olunur. Onların əsas hədəflədiyi mexanizmlər bədəndə maye tarazlığına təsir göstərir. Yəni bir insan əgər, məsəl üçün sizə müraciət edən insanlar normal su içə bilmirsə də və yaxud da heç, yəni çox mən rastlaşıram. Bilirsiniz ki, həm dietoloq, nutrisioloq kimi də fəaliyyət göstərdiyimdə insanlar ümumiyyətlə su içmə qabiliyyəti çox aşağıdır.
olmalıdır və içə bilmirlər və onu dəfələrlə bildirirlər və biz o zaman nə edirik? Həmin o maye balansını biz bitki çaylarından yerinə qoyuruq ki, hansı ki Sibir Venizdə də yetərincə bitki çayları var və əgər bir insan da hansı bir prosesdən əziyyət çəkirsə də ona uyğun tərkib hissəsində bitki çayları təyin olunur. Yəni həm kofeinli çaylar, həm kofeinsiz çaylar hər ikisi bizim həyatımızda olmalıdır. Çünki bizi bilirik, kofeinli bizim enerjimiz üçündür, kofeinsizlər isə bizim balansımız üçündür. Ən önəmli də maye balansımız üçün. Və burada mən insanlara belə deyim, ən çox çağırmaq istədiyim və insanların bunu duymaq istədiyim suala cavab olaraq, yəni bildirmək istədiyim cavab çay qalanda içilməməlidir. Yəni əgər biz çayın xeyrindən danışırıqsa, onun tərkibində olan güclü antioksidantlardan, polifenollardan danışırıqsa da və ən zərəri isə çay çox toksik olur. Yəni 4 saatdan artıq bir dəmlədiyimiz çay qalırsa da mütləq bu çayda həddindən artıq toksiklik baş verir. Hətta belə deyim, qaraciyər yüklənməsinə qədər gətirir, çıxardır. Çünki çayın tərkibində polifenol var, maddədir və bu 4 saatdan sonra parçalanır, yəni oksidləşir. Oksidləşən zamanı burada başlayır bakteriyalar çoxalmalı və tərkibindəki içindəki faydalı maddələr parçalanır və toksikliyə çevrilir. Və bu oksidləşən polifenollardan nə baş verir? Bizə mədə turşuluğumuza artırır. Yəni mədə turşuluğu da, yəni son zamanlarda ən çox gördüyümüz xəstəliklərdən, problemlərdən biridir və mədə turşuluğu da yüksəldikdə əlbəttə ki, heç bir normal həzmlə, normal bir bağırsaqdan öddən söhbət gedə bilməz və ona görə də köhnə dəm, köhnə çay, qətiyyən bunu istifadə etmək düzgün deyil. Maksimum 4 saatdan sonra bu çayı biz yəni kənarlaşdırmalıyıq. Hətta mənim yaxınlarım deyirlər ki, ümumiyyətlə mən çox tez-tez çay istifadə etdiyim üçün və ona görə seçilmiş məhsullardan, seçilmiş tərkiblərə xüsusilə fikir verirəm ki, yəni əgər dəmləmək çətin olsa, bəli, paketlər bəzən ola bilər ki, sizi suallar yarada bilər ki, deyirlər ki, paket çayları ziyanlıdır. Baxın, yenə də burada tərkib hissəsi çox önəmlidir. İstifadə olunan belə deyim, otların miqdarı çox önəmlidir və ən önəmli hansı markaya, hansı brendə, yəni hansı texnologiya ilə belə hazırlanıbdır. Bilirik ki, Azərbaycanda, ümumi dünyada paket çaylarıdır, yəni açıq çaylarda həddindən artıq çoxdur. Lakin insan düzgün seçim edəndə əlbəttə ki, həyat keyfiyyətini çox yüksək şəkildə artıra bilər. Və ona görə gündəlik çayı mütləq təzə içilməlidir. Yəni bu çox önəmlidir, vacibdir və özünə uyğun şəkildə, bədəninə uyğun şəkildə tərkiblər mütləq seçilməlidir. Və burada vurğulamaq istədiyim ən önəmli məqam nədir ki, yəni bizim bu maye balansımıza necə təsir edir çaylar? Çünki bilirik ki, insanlar, məsəl üçün, elə bir insan tanıyıram ki, hətta bu mənim anamdır. Yəni hal-hazırda mənim anam 2-3 ildir ki, bizim qara çaydan tamamilə yox, biraz belə azaldıbdı. Bu mənim anam həddindən artıq su içmirdi, bitki çayı içmirdi. Demək olar ki, gün ərzində yalan olmasın, bəlkə də bir 15-20 stakan qara çay içirdi. Yəni dayanmadan, çünki müəllimə idi, əsəbləşirdi və o çayla özünü rahatlaşırdı. Və mən bunu əlbəttə ki, hər dəfə bildirirəm. Baxmayaraq ki, bu işdə olduğum üçün bəzən öz yaxınlarıma belə kömək eləyəndə insanlar məni səhv başa düşür. Və elə oldu ki, mənim anamın bədənində turşuluq həddindən artıq çox yüksəldi. Yəni bədəndə olan asid və o da onu bəzi xəstəliklərə sürüklər. Yəni bəzi xəstəliklərin başlanğıcını qoydu. Və ona görə burada maye balansı çox önəmlidir. Yəni bədəndə olan maye demək olar ki, olmadı. Yəni maye də olmamaq nə deməkdir? İnsanda qələbə mühiti aşağı düşür, turş mühit çoxalır. Əlbəttə ki, bu çox xəstəliklərin başında, yəni bu proses durur. Sizi yormaq istəmirəm. Yəni burada sırf mən qara çay içirəm, su içmirəm, bitki çayı içmirəm. Yəni belə şeylər olmamalıdır. Qara çay da içilməlidir, yəni önəmlidir. Lakin miqdarı burada çox
fikir verilməlidir. Maye balansına da dedikdə bədəndə su kolloid adlı bir sistem var. Su kolloid nədir? Bizim maye balansımız necə işləyir? Bizim bədənimizdə olan vitamin, minerallar, xırda olan kiçik iyonlar var ki, hansı ki, bunlar bu su kollit sistemi ilə hüceyrələrin içinə, hüceyrələrin xaricinə bu şəkildə axım vasitəsilə gedir. Əgər bu maye balansı pozulursa da, yenə deyirəm, ilk növbədə yorğunluq başlayır, dərinin quruması. Bir insan mənə müraciət istəyirdi ki, bugün mənim başım ağrıyıbdı və mən həmən ona sual verirəm. Sən bugün nə içmisən? Ancaq kofe içibsənsə də əlbəttə ki, başın ağrıyacaq. Çünki maye balansın burada pozulubdur. Və dünən hətta yenə mənə bir pasiyent yazıbdı ki, bu gün mənim həddindən artıq başım ağrıyıbdı və mən ona ilk olaraq maye nə qədər qəbul etmisən sualı dedi ki, mən səhər içdiyim bir stakan bitki çayı olubdu. Yəni bitki çayı burada maye sayılır artıq. Və başqa bir şey, bir də bir stakan kofe içibdi və burada maye balansı aşağı düşübdü və ona görə bizə baş ağrısı kimi siqnalları verir. Ümumiyyətlə bunu da qeyd edim. Baş ağrısı ilk növbədə maye balansının aşağı düşməsi ilə əlaqələndiririk. Qəbizlik, yəni bir şey ki bağırsaq da su normal maye olmasa əlbəttə ki orada o qalan qalıq yeməklərin qalıqları ki hansı ki nəcis formalaşır, onlar bizim maye balansı vasitəsilə bizdən xaric olur və bu maye çatışmamazlığı belə bizdə ilk olaraq qəbizlik kimi siqnal bizə ötürülür. Və bitki tərkiblərinin çayında, yəni kofeindən fərqli olaraq kalium, maqnezium ən önəmli fitonutriyentlər var ki, bunlar da həmin bu maye dövranını aktiv şəkildə tənzimləyir. Məsəl üçün, bəli, bizə su lazımdır. Çox önəmlidir və bitki, yəni su içirik. Lakin bitki çaylarının burada əsas bizə tənzimlədiyi nədir? Onun tərkibində olan fitonutriyentlər var ki, tutaq ki, xırda ion şəklində kalium, natrium və bu həmin o balansı, hansı ki dediyim o sistemi, su kolloid sistemini aktiv şəkildə tənzimləyir. Yəni məsəl üçün hüceyrənin arasına su girirsə də, artıq burada maye girirsə də, burada kaliumla, fitonutriyentlə girir. Yəni hazır vəziyyətdə girir və ona görə də, yəni kofeinsiz çayları mütləq biz öz həyatımıza daxil etməliyik. İndi isə keçək Siberiya Wellness-də olan bitki çaylarına, hansı ki bunları xüsusilə ayrılıqda hər biri haqqında danışacağam. Demək, ümumi götürdükdə Siberiya Wellness-də olan Sibir çayların hamısını birlikdə götürəndə burada Sibir fitoterapiyasının yəni hər biri reseptləri əsasında əsaslanıbdır. Çünki tərkibindəki olan aktiv otlar da, aktiv komponentlər də hamısı təbii şəkildədir. Bir də ən önəmli qurutma temperaturu burada çox buna fikir verilibdir ki, tərkibindəki olan vitaminlər itməsin, yəni saxlanma qabiliyyəti yüksək olsun. Və qarış olaraq çox ideal şəkildə hazırlanıbdır. Məsəl üçün, bir bitki çayında 4-5 bitkinin qarışımı vardı. Bu da məqsədə görə, yəni bu çayı mən hansı məqsədlə içməliyəm deyə sualına cavab olaraq burada o prosesə görə hazırlanıbdır. Və ən önəmli və məsəl üçün Siberiya Wellness-də digər bitki çaylarında da müqayisə edirəmsə də, yəni mən öz adımla danışıramsa da, burada çox bir maraqlı bir yəni təlimi hazırlayarkən bir maraqlı məqam mənim marağımı çəkdi ki, adi belə indi yaşıl çay haqqında danışacağam. Onun tərkibinə elə bir aktiv maddə salıblar ki, onun biraz belə məsələn 1% zərəri varsa da həmin aktiv maddə onu o 1% zərəri də zərərsizləşdirir. Yəni bu da çox önəmlidir ki, bu çayların tərkibində bu qarışıqlar var. Ümumi olaraq, yəni bütün çayları biz sadəcə dadına görə deyil, bizim həyatımıza harmoniya, ümumiyyətlə bizim bədənimizdə baş verən prosesdə belə həmən cavab verir. Məsəl üçün, elə olur ki, məsəl üçün, anidən mənə zəng gəlir, hansısa bir pasiyent özünü çox pis hiss edir və mənə öz simptomlarını deyir və mən ilkin olaraq ona
hər hansısa bir, məsəl üçün bir tablet al da deyə bilərəm. Çünki elə bir vəziyyətdədir ki, onu edə bilmir və mən o insana həmən təzə bir çay dəmlə, məsəl üçün tərkibinə bunu vur və ilk olaraq o mesajı ötürürəm və o insanlardan da çox yaxşı geri dönüşlər edirəm. Lakin bu günləri elə bir devirdəyik ki, elə bir şirkətdə çalışırıq ki, və bizim əlimizdə olan hər bir çaylar var və bu insanlara biz əlbəttə ki, bu çaylar vasitəsilə kömək edə bilirik. Və bunu da demək istəyirəm ki, əslində sonda demək istədim, yox qoy deyim, birdən yadımdan çıxar. Ümumiyyətlə sizə müraciət edən əməkdaşlara, yəni mən bir mütəxəssis kimi, yəni bir ekspert kimi sizlərə hər birinizə tövsiyəm odur ki, məsəl üçün bizə müraciət edir insanlar, sizlərə də həmçinin biz onlara lap dərisinə görə müraciət edib deyir. Bir insanda dəridə akne varsa da, bir insanda və yaxud da ləkə varsa da, və yaxud da qaraciyərine görə, ümumiyyətlə ayaq oynaqlarına görə hər bir kəsə mütləq qida əlavəsi və yaxud da dərisinə uyğun nəsə məhsul tərtib ediriksə də çay mütləq olmalıdır. Yəni məhsulların bir qolu da çay olmalıdır. Yəni bu çox önəmlidir. Keçək yaşıl çaya. Yaşıl çay keçməmişdən öncə yaşıl çay mənim üçün çox bir ayrılmaz, yəni həyatımda bir ayrılmaz bir yeri var yaşıl çayın. Əslində e, bir kiçik hekayə anlatmaq istəyirəm. Bəlkə də marağınızı cəlb edər. Yaşıl çay 18 il bundan qabaq əslində bu qədər araşdırma yox idi. Yaşıl çay heç bilmirəm var idi, yox idi. Onu da dəqiq deyə bilmərəm. Bir 18-19 il əvvəldən danışıram ki, yaşıl çayla mənim bağım necə baş veribdi. Yaşıl çay mənim çox bir yaxınım Kitaya tez-tez səfər edirdi və oradan ona hədiyyələr olaraq yaşıl çaylar verirdilər və bu da o çayları mənə tək verirdi. Və o vaxt da internet çox yox idi, belə araşdırma etmək olmurdu. Hətta mən belə deyim, çox çətinliklə bu çay haqqında başladım məlumat əldə eləməyə və bu çayı içməyə başladım. Və onda başa düşdüm ki, bu çay metabolizmanı, yəni həddindən artıq sürətləndirir. Və içdiyim günlərə baxırdım, içmədiyim günlərə baxırdım və onda başa düşdüm ki, yaşıl çay ümumi olaraq metabolizmanı gücləndirir və mən həyatımda yaşıl çayı ümumiyyətlə ayrılmaz bir hissəsinə qoymuşam. Yəni gündəlik mənim rasionumda mütləq yaşıl çay önəmlidir və yaşıl çayın ən önəmli, belə deyim, dünyada sübutu, yəni PubMed-də də baxa bilərsiniz. Ən önəmli sübutu nədir? Ümumiyyətlə fotoyaşlanmanı azaldır. Yaşıl çay anti-age təsir göstərir. Çox güclü antioksidan olduğu üçün həmin o qocalma hüceyrələrini bloklayır və ona görə yaşıl çay bizim həyatımızda olmalıdır. Və yaşıl çayın ilk olaraq tərkibində bilirik ki, ümumiyyətlə qara çayda da, yaşıl çayda da katexinlər var. Bunlar antioksidantlardır, katexinlər, polifenollardır. Lakin yaşıl çayın tərkibində fermentasiya olunmadığı üçün katexin daha yüksək səviyyədədir və yəni qara çaydan 5 qat artıqdır. Yaşıl çay nə edir? Bədəndə toksinləri atır. Yəni çox önəmlidir. Ən önəmli maddələr mübadiləsini sürətlərir. Bir insan arıqlama proqramına keçirsə də və yaxud da maddələr mübadiləsini zəifsə, mütləq həyatında yaşıl çay olmalıdır. Yaşıl çay kofein olduğu üçün yaşıl çayı axşam saat 6-dan sonra içməyə, yəni icazə verilmir. Çünki bizim yuxu sistemimizə təsir edə bilər. Və ən önəmli dərinin yağ balansını tənzimləyir. Məsəl üçün dediyimiz kimi fotoyaşlanmanı azaltdığı üçün bizim dərimizdə yağ balansımız həddindən artıq çox, həddindən artıq azdırsa da, burada demək ən önəmli neyinir? Həmin bu yağ balansını tənzimləyir. Və bilirik ki, bayram da gəlir və insanlar başlayacaqdır bu bayram günlərində artıq şirniyyatlar yeməyə və yaxud da həddindən artıq çox yağlı yeməklər yeməyə və bu belə deyim, bayrama girməmişdən öncə və bütün insanlara belə toplumlara bir müraciət edə bilərsiniz ki, həddindən artıq yağlı yeməklər, şirniyyatlar, bunlar bizim mübadilemizi yavaşlatır. Ona görə yenə profilaktik olaraq biz təbii bir şeylərə üstünlük verməliyik ki, bunların qarşısını biraz ala bilək və ona görə yaşıl çayı ən azından gündə 1-2 stakan qəbul etməyiniz məqsəd yönlüdür.
Yaşıl çayın üstünlüklərinə gəldikdə, yəni sırf indi burada mənim sizə keçəcəyim təlimdə yaşıl çayın, yəni hal-hazırda Sabira Wellness-dəki yaşıl çayın üstünlüyü nədir? Yəni digər yaşıl çaylardan. Bunun tərkibində reyhan var, yəni biraz az miqdarda ekstratı var ki, bu da bilirik ki, yaşıl çay bizə kofein olduğu üçün biraz sinir sistemimizə təsir edə bilər. Lakin bunun içində olan reyhan bu stresi azaldır. Cökə mənim ən sevdiyim bitkidir. Yəni hər bir kəsə tövsiyə edirəm. Cökə siz bəlkə də eşitmisiniz. Bu türklər də deyir, ilhamur çayıdır. Hətta görürsünüz ki, onlar da bir soyuq dəyməm olanda, stresim yaşanda o çay tez tez. Yəni ad olaraq eynidir. Və cökə mənim çox önəmli bir sevdiyim bir çay növü olduğu üçün və bu çayda olmağı da bu çayı bir qat üstün edir ki, bəzən olur ki, kofein bizim ürək döyüntümüzü artıranda cökə artıq bunu stabilləşdirir. Ona görə bunu hər bir kəsə tövsiyə edə bilərsiniz. Yəni yaşlı nəslə də, ürək döyüntüsü çox olan insanlara da. Limon qabığı tərkibində daha da bunu güclü antioksidant gücünü daha da artırır və ona görə əgər burada tutaq ki, yaşıl çay içənlərdə bəzi insanlar var deyək ki, yox mən yaşlı çay içəndə qəribə oluram, təşvişə düşürəm, biraz başım qəribə olur və biz ona görə burada Sabira Wellness-in məhsulunu tövsiyə edirik ki, bəli, sırf tək yaşlı çay içəndə əgər taxikardiya kimi xəstəlik varsa da, onda sırf tam təbii, yəni tərkibində yaşıl çay içəndə bəli bu simptomlarla qarşılaşa bilərsiniz. Lakin Sabira Wellness-in məhsulunun tərkibində isə həmin o prosesi tənzimləyən digər maddələr də mövcuddur. Qara çaya gəldikdə, qara çay çox önəmlidir və gündə bir stakan hər bir kəs təzə qara çay içilməlidir. Bilirəm, bəzilərinizə çox çətin gəlir çay dəmləmək, amma hal-hazırda şirkətdə daha asan üsullu, yəni paket formasında istifadə edə bilərsiniz ki, çünki yaşıl çay fermentasiya olunmuşdur və fermentasiya olmaq nə deməkdir? Artıq burada çay öz yarpaqlarının rəngini dəyişibdir, aromasını dəyişibdir və burada kofein artıq yüksəkdir. Və ona görə də kofeinin yüksəkliyi yaşıl çaydan nisbətən çox olduğu üçün bu bizə daha çox sakitləşdirici balans yaradır. Və ən önəmli bunun tərkibində yenə də cökə var. Çox maraqlıdır. Yəni bu komponenti heç mən digər çaylarda görməmişəm ki, cökə ilə qara çayı bir yerdə. Əslində, məsəl üçün, protokol olaraq yazırıq. Məsəl üçün, cökə çayı ilə hətta heyvanı da, qara çayı da bir yerdə dəmləməyə, çoban yastığına belə bir yerdə dəmləməyə tövsiyə edirik. Lakin komponent olaraq bəlkə də var, yəni rastıma çıxmayıbdır, aptek şəbəkəsində olmuşam, yəni orada mən rastlamamışam və burada da yenə qara çayın bu üstünlüyü odur ki, bunun tərkibindəki çökə həmin bu kofeinin çoxluğunu, yəni o ürək ritminin, döyüntünün biraz burada azalmağa bizə kömək edir və ona görə də tərkib olaraq kəklikotu cökədə, həm cökədə bilirsiniz ki, antiinflamator olduğu ki, əgər bir soyuq dəymə zamanı biz nə deyirik? Çay iç, maye qəbul elə. Yəni adi bir xəstələnən zaman biz insanlara deyik ki, çoxlu maye dəmlə, cökə çayı iç, qara çay iç, çoban yastığı çayı iç, kəklikotu antiinflamator olduğu ki, və hansı ki, bu məhsulun tərkibində həm kəklik otu, həm cökə, həm qara çay var. Əlbəttə ki, bunu da gündəlik həyatınızda günə 2 stakan içə bilərsiniz. Və keçək bu çayımıza, turbo çayımız. Bu bizim hər kəs bilir ki, bədən təmizləyici çaydır. Əslində sena yarpaqları bağırsaq peristaltikası üçün nəzərdə tutulmuş bir otdur. Bunu biz bu turbo çayını hər gün istifadə etmək kimi deyil, bunu kurs-kurs təyin etmək lazımdır. Çünki burada demək, həm sena var, həm murdarça qabığı olduğu üçün bizim bağırsağımızı təmizləyə bilir. Lakin bunu dayanmadan hər gün qəbul etsək, əlbəttə ki, burada bağırsaq peristaltikası pozulmuş olar və burada ən önəmli kuril çayı var. Kuril çayı ümumiyyətlə bir bitkidir. Yəni çay olaraq burada bildirilir, lakin o bitkidir. Əsasən bu kuril çayını mədə-bağırsaq sistemində problem olanlara yazır. Məsələn, qaz, köp, şişkinlikdən əziyyət çəkənlərə bir tövsiyə edirik və
Bu çaylar ümumiyyətlə bədəndə olan artıq mayyəni. İnsanlar artıq mayyəni bilmədən, məsəl üçün bir insanın ödəmi olması bilmirlər. Yəni çünki biz məsəl üçün qida mütəxəssisi olduğumuz üçün, bədəndə kimyaçı olduğumuz üçün bədəndə gedən reaksiyaları bildirir. Bir insan bizim qarşımızda danışır ki, e, durdum, səhər-səhər çox şişkin idim və ona axşam nə yediyini soruşuruq və əlbəttə ki, burada hüceyrələr arası maye tutma, yəni mayeni tutublar, sistem olaraq ödəm yığıbdır və bu zaman əlbəttə ki, biz buna turbo çayını tövsiyə edirik ki, əgər bir insan səhər durursa, hər gün şişkinlikdən əziyyət çəkirsə də, demək bunda toksik yükü çoxalıbdır, bağırsaqda tıxanıqlıq var. Lakin dediyim kimi, bunun tərkibində olan maddə biz hər gün yox. Əgər məsələn şikayət edirsə, kuskus tövsiyə edirik. Çünki və yaxud da bir insan axşam çox duzlu yeyibsə də, çox şirniyyat yeyibsə də, əlbəttə ki, o insan səhər duranda çox şişkin şəkildə duracaqdır və bu turbo çayını biz bu insanlara tövsiyə edirik. Və bildiyimiz kimi Baykal seriyasından olan fito çaylarımız var ki, birinci fito çay nömrə bir. Bunun nömrə bir olan demək təmizlənmə, drenaj üçündür. Bunun da tərkibində kuril çayı var. Əlavə olaraq pıtraq otu var, bir də gicitkən var. Ə, Bilirəm ki, sual yaranıb ki, Turanə xanım, turbo da var, bu da var. Hər ikisi təmizləmə, drenaj üçündür. Bəli, hər ikisi təmizləmə, drenaj üçündür. Lakin məsəl üçün fərq olaraq Vito çayı nömrə 1-i biz hər gün qəbul edə bilərik. Məsəl üçün bilirik ki, biz ödəmə meyilliyik və yaxud da bugün mesela akşam geç saatlerde yiyen insanlar olur iş saatlarına, grafikinə görə və ona görə müntəzəm olaraq istifadə edə bilərik. Çünki tərkibində bunun əlavə gicitkən də var ki, bu ödəmi toksinləri çıxarır və qan dövranını aktivləşdirir və ona görə burada miqdarlar çox önəmlidir. Turba çayı da demək murdar çayıyla sena çayı hər ikisi bağırsaq peristaltikasını təmizləmə işinə məruz qaldığı üçün, yəni ona görə deyirik ki, hər gün istifadə, yəni onu protokol şəkildə, məsəl üçün bir həftə, 10 gün və yaxud da turbo çayını kimsə tutaq ki, məqsəd qoyub ki, bu həftə mən diyet saxlayacağam, arıqlayacağam. Turbo çayını diyetin başlanğıcında bir 5 gün içilməlidir ki, bədəndə olan o toksinlər atılsın. Çünki toksin atılmasa heç bir arıqlama prosesindən söhbət gedə bilməz. Və burada sonra məsələn bu fito nömrə 1-i mən məsələn 12 yaşdan sonra hər bir kəs içə bilər. Bilirik ki, uşaqlar da həddindən artıq çox yağlı qidalar yeyirlər və yaxud da məsələn ödəmləri olur. Bəzən olur ki, 12 yaşdan böyük uşaqlara məsələn sena bunlar bağırsağına narahat edə bilər. Lakin burada miqdarlar çox normativləri çox aşağı dozada olduğu üçün və normativlər bir-birlərini tamamladığı üçün, yəni bunu 12 yaşdan yuxarı uşaqlara da tövsiyə edə bilərsiniz. Və ən önəmli fitoçay var ki, nömrə 6 qaraciyər müdafiəsi üçün tərkibindəki olan qarğıdalı saçağı tərxun və mən tərxun çox önəmli bir bitkidir. Tərxun ümumiyyətlə öd axımını yaxşılaşdırır. Bilirik ki, qaraciyər ödə axdığı üçün və öddə problem varsa da qaraciyərdə problem olacaqdır və bizim burada stimullaşdırdığımız əsas mexanizm öd axını yaxşılaşdırmaqdır və ona görə də burada tərxun bu öd axımını yaxşılaşdırır və qaraciyəri qoruyur. Ümumiyyətlə bir insan əgər qaraciyər fermentləri çox yüksəkdirsə də rastlaşmışsa da əlbəttə ki, bu nömrə 6 çayını müntəzəm olaraq istifadə etməlidir və yaxud da bir insan bilirik ki, nə qədər desək də yağlı qidalardan əziyyət, yəni əl çəkmir, hər gün yağlı yeyirsə də qaraciyər piyələnməsi varsa da mütləq bunu tövsiyə edirik. Sonra nömrə 7-dən danışacağıq. Bu hərəkət rahatlığıdır. Ümumiyyətlə qarağat bir də qatır quyruğu var tərkibində. Qatır quyruğu bitkisi demək oynaqlarımızın arasında olan su-duz mübadiləsini tənzimləyir. Yəni baxın hər bir bitkinin özünün məqsədi var və ən önəmli burada da məsəl üçün hərəkət rahatlığı üçün ona görə qoyublar ki, bir insan çox fiziki aktivliyi varsa da osteoporoza meyllidirsə də və burada bu çayı içməyə tövsiyə edirik. Çünki dediyim kimi tərkibindəki olan qarağat da antioksidant olduğu üçün və qatır quyruğu da həmin oynaqlar arası su-duz mübadiləsini tənzimləyir. İltihabı, ödəmi aradan qaldıraraq oynaqlarımıza bir rahatlıq verir.
Sonra demək, nömrə 2 çayımız var. Qadın harmoniyasından ötürü nəzərdə tutulubdur. Ümumiyyətlə bu çayın əsas məqsədi həm hormonu, həm sinir sistemini sakitləşdirir. Çünki bilirik ki, bizim hormonlarımız sinir sistemimizlə çox əlaqəlidir və ada çayı, yonca həmin bu prosesi dəstəkləyir. Və ümumiyyətlə yonca fitoestrogen olduğu üçün də yəni tərkibində yoncadır. Bunu niyə qadın hormoniyası adı veriblər, harmoniyası? Çünki tərkibindəki olan yoncaya görə yonca özü fitoestrogen sayılır. Və nane də bizim gərginliyimizi azaldır. Lakin bunu məsəl üçün 16-17 yaşdan sonra insanlara tövsiyə edə bilirik. Ən önəmli nömrə 5 rahat həzm. Ən ideal. Belə deyim, bayramdan sonra içilən çay. Çünki bunun tərkibindəki olan demək kuril çayıdır. Həmin o yediyimiz o qidalar bir-birinə qarışır belə. Həmin kuril çayı nə edir? O qarışan qidalar parçalanmadığı üçün qalıq kimi qalır. Bizim mədə bağırsağımızda kök şişkinlik verir. Və bu kuril çayı nə edir? Həmin o simptomları azaldır. Və ən önəmli bağa yarpağı olduğu üçün bağa yarpağı da həmin şişkinliyi aradan qaldıraraq və bağa yarpağı karbohidratların parçalanmasında iştirak etdiyi üçün və bu həzm sisteminə yüngüllük verir. Ümumiyyətlə yeni ildə bilirik ki, hətta proteinləri belə hər kəs qarışdırır. Məsəl üçün toyuq da yeyirik, ət də yeyirik, balıq da yeyirik, üstündən şirniyyat da yeyirik, hətta çay da içirik və o zaman biz insanlara deyirik ki, artıq yeməkdən sonra istifadə edəcəksənsə nömrə 5 çayından istifadə et, bu proseslərlə üzləşmə. Anti-stres çox önəmlidir. Bilirik ki, pişik otu, bədərnək bunlar bizim stresimizi azaldır və nane də bizim yuxu keyfiyyətimizi yaxşılaşdırır. Və ona görə bunu deməzdim ki, yəni kimsə bir stresdən əziyyət çəkirsə də onlar üçün bunu hər kəs içə bilər. Baxın, burada məqsəd nədir? Yəni burada sırf mənim bu prosesim var, bu çayları seçməliyəm demir. Təlim başlayanda dedim ki, bitki çayları bizim maye balansımızı normallaşdırır və burada da məsəl üçün gündəlik həyatımıza nələri qoya bilərik? Məsələn, antistres çayını qoya bilərik, yaşıl çay qoya bilərik, qara çay olmalıdır və yaxud da bu nömrə 5 olmalıdır. Yəni bunlar bizim gündəlik həyat tərzimizdə istifadə etdiyimiz çaylar olmalıdır ki, həm də maye balansımız ödənsin. Keçək ürək rahatlığı üçün nömrə 8 çayımızdır ki, demək bunun tərkibində olan bədrəncdir. Bədrənc ümumiyyətlə damar divarlarını rahatlaşdırır, normallaşdırır və qarağatın ekstratı da var ki, bu da ümumiyyətlə qan dövranını aktivləşdirdiyi üçün ürəyin yüklənməsinin qarşısını alır. Və ən önəmli asan tənəffüs, bu da çox seçilmiş bir məhsullardan, çaylardan öndə olan çaylardandır. Çünki bunun tərkibinə baxdıqda, demək tərkibi elə bir komponentlər yığılıbdır ki, tənəffüs yollarına, yəni bir insan qrip olursa da, öskəni son zamanlarda da hər kəsin bilirəm ki, bundan əziyyət çəkirlər. Bu bədənə bu antiinflamator bir proses getdikdə bizim bu həmin demək tənəffüs yolumuzda bir selik yaranır. Yəni mukus seli, bəlğəm yaranır. Əslində bu yaranmalıdır. Çünki həmin o hissəni qoruduğu üçün bu proses baş verir. Lakin əlbəttə ki, o bizim nəfəs almağımıza azad çox maneə törətdiyi üçün, bizi diskomfort elədiyi üçün bu bəlğəmi biz yumşaltmalıyıq və bunu nə ilə yumşaldacağıq? Cökən, nanə, çoban yastığı ilə. Bir insan tənəffüs yollarından əziyyət çəkirsə də, mən bir mütəxəssis kimi deyirəm ki, çoban yastığı çayını mütləq iç. Nanə, cökəni yəni əldən qoyma. Və bunun üçün də hal-hazırda şirkətdə elə bir məhsul var ki, bu üç komponent bir yerdədir. Yəni asan bir şəkildə həmin bəlğəmi yumşaldaraq nəfəs yollarını rahatlaşdırır. Yəni 5-6 yaşından sonra hər kəs bunu içə bilər. Nömrə 9 çayı karbohidratlara nəzarətdir. Yəni bu daha çox insulin rezistentliyinə əziyyət çəkən, çox yağlı yeyən insanlara tövsiyə edirik. Yəni deməzdim ki, sırf məsəl üçün bunu biz
şəkərli diabetdən əziyyət çəkən üstündə ola bilər yazılıbdır ki, karbohidrata nəzarət. Amma bilirik ki, hal-hazırdakı devrimizdə insanların 80% karbohidratlarla yaşayırlar. Düzdür, biz mütəxəssis olaraq deyirik, çağırış edirik, lakin hələ də insanlarda o qədər belə deyim, bunun fərqində deyillər. Fərqində o zaman olurlar ki, artıq həkimlərə həddən artıq pul tökülür, diaqnoz qoyulur, sən üzrə ikinci, birinci tip şəkərsən. Və bu zaman və bunu o demək deyil ki, biz bəlkə insulin rezistenimiz yoxdursa biz bu çayı içməliyik. Xeyr. Bunu biz profilaktik olaraq, yəni gün ərzində karbohidrat yükümüz çox olubsa da, əlbəttə ki, biz bundan istifadə edəcəyik. Çünki bunun tərkibində olan paxla tayı var ki, həmin bu glikogeni, qaraciyarda glikogeni tənzimləyir və ən önəmli budur. Yəni ona görə bunları biz həyat hissəmizin həyat tərzimizin bir qoluna çevirməliyik. Bəs ümumi olaraq Sabira Venus çaylarında niyə seçməliyik? Məsəl üçün sizə də müraciət edənlər varsa da, yəni bu şəkildə cevablaya bilərsiniz. Niyə bu çay olmalıdır? Məsəl üçün bilirik satışda çaylar çoxdur, yəni həddindən artıq çoxdur. Yəni dəfələrlə siz özünüz də görmüsünüz apteklərdə, marketlərdə, rəflərdə fərqlidir. Məhz o sualın cavabı buradadır ki, çünki bunun tərkibində yabani otlar çoxdur. Yabani nədir? Məsəl üçün pıtraq otudur, kuril çayıdır. Yabani ot, yəni heç bir gübrə, heç bir ona kimyəvi gübrə verilmədən dağlarda, ucqar yerlərdə bitən otlardır ki, bunlar da şəfaveverici məqsədlə hazırlanır. Yəni özündə aktiv maddələr çoxdur. Bəzən olur ki, ta ki, qarğıdalıya biz əkirik və ona gübrələr veririk ki, tez böyüsün. Əslində bu gübrələrin bəzən peptidlərlə dolu olduğu üçün bəzən zərərləri də olur. Məhz burada, yəni Sabira Venisin məhsullarında, çaylarında yabani otların həddən artıq çox olmasıdır və bu da əlbəttə ki, təsiri yabani otların olması 3 dəfə gücləndirir. Və ən önəmli, yenə deyirəm, tərkibləri bir-birini tamamlayır. Necə dedim ki, hansı ki tənəffüs üçün nəzərdə tutulan, yaşıl çay üçün nəzərdə tutulan komponent olaraq bir-birini tamamlayan tərkiblər var və bunlar da bir yerdə sinerji olaraq işləyir. Sintetik aroma, laksativ, rəngləşdiricilər yoxdur. Yəni bəzən olur ki, adi bir olsun açıq çaylar satırlar, yarpaqları çox böyük, baxanda adamın xoşu gəlir və bunu gətirib dəmləyirik, heç bir dadı olmur. Turş kimi dad verə bilər, olur ki, və rəngi çox tünd olur. Əksində bunun tərkibinə rəngləndirici aromazatir adlı maddələr əlavə edirlər ki, bunlar buna rəngləndirici versin. Hətta elə olur ki, limonun dadı iyi gəlir, amma limonun özündən istifadə olunmayıbdır. Yəni sırf bu sintetik aromalardan istifadə olunubdur. Sonra isə ən belə deyim, mühüm nədir? Standartlaşmış keyfiyyət qanunu. Yəni hər bir tərkibin, hər bir çayın tərkibində aktiv maddə sabit dozadadır. Siz bilirsiniz ki, mənim üçün doza çox önəmlidir. Çünki insanlar fərqlidir. Bəzən olur ki, bir insan böyrək xəstəliyindən əziyyət çəkir və eşidibdir ki, dayanmadan itburnu çayı içilməlidir. Bilmir, prosta yəni eşidibdir ümumi insanlar arasında və bu insan dayanmadan itburnu çayı içir və itburnu çayda yüksək vitamin C olduğu üçün bəlkə də o insanda kristal var imiş, həmin o kristallar daşa çevrilə bilir. Və yaxud da elə olur ki, digər məsəl üçün bitkinin adı yadımdan çıxıbdı, hansısa bir yaxınlarımda olmuşdu. Hansısa bitkinin kökünü götürüb dəmləmişdi, böyrəyində bir daş olmuşdu. O parçalanıb sidik kanalına düşüb ona çox bir ağrılı, şiddətli bir şey vermişdi. Demək, bunun ən belə deyim, bu çayların seçilməkdə əsas məqsəd mi deyim, əsas üstünlüyü ondan ibarətdir ki, tərkibindəki dozalar standartlaşmış, yəni qırağa çıxılmamış dozadadır və bu da əlbəttə ki, hər bir çayı bizə çox keyfiyyətli və təhlükəsiz edir. Yəni ümumi olaraq bizim heç bir hormonlarımızı belə düzənləmir. Hətta eşitmişdim bu bəzən TikTokda
Hibiskus adlı bir bitki var. Bəli, normaldır, içilməlidir, lakin onun dozası çox önəmlidir. O çox sidik qovucu olduğu üçün insanlar onu gedir açıq yerlərdə, bazarlarda kilo ilə alıb gətirirlər və onu dayanmadan içirlər və bu da çox sidik qovucu olduğu üçün insanlarda su-duz mübadiləsi pozulur. Yəni bunları qətiyyən etməyin. Yəni bilmədən, araşdırmadan, hansısa bir sosial şəbəkədə kimsə paylaşıbdı, bu bitki çayı ları çox önəmlidir, lakin fəsadları da çox olur. Yəni bunlara mütləq fikir verir və dediyim kimi fərqləri bundan ibarətdir. Yəni yerli çaylardan komponent olaraq, yəni bunlara fikir verməyiniz ən önəmlidir. Və sonda isə bunu demək istərdim ki, hörmətli əməkdaşlar, çay mədəniyyəti sadəcə dad deyil. Yəni bunu hər biriniz fərqində olun. Ə, Bunlar bizim sağlamlığımızın ritualıdır. Çünki ən önəmli məqam bizim maye balansımızı qorumaqdır və ən önəmli biz bədənimizdə baş verən reaksiyaları həmən susdura bilirik. Və bugündən etibarən inanıram ki, yəni bu təlimdən sonra hər biriniz özünüz bədəninizdə maye balansınıza sahib çıxacaqsınız və bu bitki çayları gündəlik həyatınızda istifadə edəcəksiniz. Ümid edirəm maraqlı təlim oldu. Bilgilənə bildiniz, suallarınıza cavab tapa bildiniz. İnşallah gələn təlimdə görüşmək ümidi ilə sağ olun.